Sizin özünüzün əziyyət çəkdiyiniz bir ciddi xəstəliyiniz var. Bəli. Deyə bilərsiniz hansı xəstəlikdir? Mənim döşümdə bəd xəstəliyi var. Müalicəsini alırsınız siz o xəstəliyi? Mən Moskvada müalicə alırdım. Sonra elə bir ki, sentyabr ayında müalicələrin başlamalıydı. Bura gəldim deyən, elə başıma bu iş gəldi, qaldı. Əməliyyata getməliyəm. Çox təcil əməliyyata getməliyəm. Götürməlidirlər o şişi. Valla Moskvada dedilər ki, tamamilə götürülməlidir. Aha. Hə, mən biraz qorxdum, dedim yox hələ biraz qalsın. Amma deyirlər ki, bəli götürülməlidir. Özünüzü hazır hiss edirsiniz. Bu qarşınızdakı problemi tam həll eləyəndən sonra ki, bir borcunuz var, borcunuzu qaytarmalısınız. Ondan sonra özünüzü hazır hiss edirsiniz, yoxsa? Bilirsiniz, xəstəlik elə şeylər gözləmir. Bəli. Çünki o elə Əziyyət xəstəlik ki, hər ötən gün. Bəli, əziyyət çəkirəm.